Gastroenteroloji xəstəliklərlə bağlı uşaqlarda vitamin azlığı, anemiyalar, dəri xəstəlikləri, allergiyalar, həmçinin qurdu invaziyaları, ləmbiyoz, bağırsaq florasının pozulması, immun zəiflik, allergik xəstəliklər, boy və çəki azlığı, saç tökülməsi ilə də bağlı dəyərli həkimimizə müraciət edə bilərsiniz və elə əlaqə nömrəsini ekranda görürsünüz 050 273 90 16 və həftə içi, yəni 6 gün ərzində, şənbə günü də daxil olmaqla Baku City görüntüləmə mərkəzində Gənclik metrosunun yaxınlığında yerləşir. Orada pasientləri qəbul edir. Və əziz tamaşaçılar, laborator diaqnostikanın görünməyən, amma taley yüklü bir hissəsindən danışacağıq. Mikroskopiya nə qədər doğrudur? Ümumiyyətlə, mikroskopiya vasitəsilə hansı xəstəlikləri aşkar edə bilərik? Nəyi göstərir mikroskopiya? Nəyi qaçıra bilər? Bəzən analiz təmiz çıxır, amma şikayət qalır. Bəzən də müxtəlif laboratoriyalarda nəticələr fərqli olur. Bu barədə bizə çox mesajlar gəlir. Getdim, indi ad çəkməyəcəm, filan yerdə verdim, belə oldu. Burada verdim, tamam başqa bir nəticə çıxdı. Mikroskopiyanın güclü və zəif tərəfləri, alternativ üsullarla müqayisəsini bizim dəyərli həkimimiz tam olaraq bizə aydınladacaq. Ümumiyyətlə, mən istəyirəm ki, mikroskopiyanın hansı hallarda istifadə etdiyinizi və daha çox hansı xəstəliklərdə sizə yardımcı olduğunu söyləyəsiniz. Deməli, mikroskopiya budur ki, elə bir diaqnozlar var ki, bunu biz ən böyük aparatlarla belə olsa təyin edə bilmərik. Və yaxud böyük bir maliyyə sərf eləyir ki, hər hansı bir qurd invaziyasını dənə-dənə verməkdən, ayrı-ayrılıqda yoxlatmaqdan, antigenlərinin təyini, PZR-lərin təyini olmaqdansa, bir mikroskopik müayinə bizə həm sadə, həm ucuz başa gələn, həm də güvənilir bir görüntü sahəsi verə bilər. Lakin bunu etmək üçün biz mikrobioloqlara, laboratoriya həkimlərinə çox güc düşür ki, biz onu atlas səviyyəsində çox güclü bilməliyik, yəni müqayisəsini identifikasiya etməliyik və biz gördüyümüz sahələri yaddaşda saxlayaraq, həkk edərək xəstələrimizin özlərinə belə göstərə bilirik. Gördüyünüz burada... İstəyirsinizsə elə fotoların üzərindən danışaq. Deməli, ilk olaraq biz mikroskop haqqında danışmaq istəyirəm ki, zaman irəlilədikcə və müasir tibb genişləndikcə, müasirləşdikcə texnologiyamız da çox müasirləşir və bizim ən son texnologiya olan Leica DM2500 olan mikroskopumuzla biz bu işi görürük ki, DM2500 10, 20, 60, 100 qədər böyüdərək və müxtəlif rənglənmiş mikroskopik biomaterialları belə göstərərək çox böyük bir tətbiqlərdə müayinələrin dəqiqləşdirilməsi çox böyük bir irəliləyişdir ki, bizə gözəl kömək göstərir və diaqnozlarımızı dəqiq təyin edə bilirik. Biomateriallar istər nativ şəkildə, istər rənglənmiş, qurudulmuş şəkildə müayinələr göstərir.